Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizlərə Masazır qəsəbəsinin tam girişində və belə bir geniş həyətə malik 6 otaqdan ibarət həyət evini təqdim edirəm. Onu vurğulayım ki, özünə şəxsi tikili axtaran izləyicilərimiz dəqiq qulaq assınlar, dəqiq izləsinlər. Çünki bu evlər şəxsi tikili evlər sayılır. Çünki bax o evin təmiri başa çatmamışdan satıldı. Allah xeyir versin inşallah. Bu evimiz də satışda çox qalmayacaq. Dəyərli izləyicilərimiz, evimizin arxasında keçid mövcuddur. Evimiz qoşadaşdan inşa olunub. Birinci mərtəbənin döşəməsi isti döşəmə olduğuna görə 80% hissəsi, yəni monolitdən ibarətdir. Mərtəbə arası monolit betondur. Evimizin üstünün kəməri var. Çox güclü tikilişə malikdir. Çox keyfiyyətli tikilişə malikdir. Həyətyanı sahəsini sizlərə təqdim edeyim ki, həyətyanı sahəsində rahat şəkildə 4 avtomobil daxil ola bilər zənnimcə. 4 avtomobilli yeri var, qapıya qədər asfalt küçədir dəyərli izləyicilərimiz. Çox gözəl yerdə yerləşir, tam girişdədir. Evimiz 5 daş kürsü üzərində inşa olunub. Zirzəmi hissəsi də var. Evimizin keyfiyyətinə, yəni təmirinə söz ola bilməz. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi evimizin daxili hissəsini təqdimat edirəm sizlər üçün. Birinci mərtəbənin dəhliz hissəsini fikir verirsinizsə çox gözəldir. Yəni isti döşəmə ilə, yəni isti tonla təchiz olunub. İlk öncə mətbəx hissəsinə keçid edirəm. Mətbəx hissəsində fikir verirsinizsə çox gözəl işlər görülüb mətbəx hissəsində. Həm genişliyi gözəldir, həm də divar kağızlarının rəng saları evimizi aydın işıqlanmasına kömək eləyir. Yerdən pəncərənin olmağı daha mükəmməldir. Yəni birbaşa da həyətyanı sahəsinə baxır. Dəyərli izləyicilərimiz, keçid edirəm qonaq otağına. Qonaq otağımız da kifayət qədər genişliyə malikdir. Yəni çox gözəl də təmir olunub. Belə bir dekorativ, twist-end yeri və çox gözəl, həqiqətən də sözün əsl mənasında, yəni çox gözəl divar kağızlarından istifadə olunub. Deyərdim ki, çox ideal tikiliyə sahibdir. Bu evdə yoxdur söhbəti yoxdur. Bütün keyfiyyətcə, bütün hər bir şey yerliyində qoyulub. Yəni adi qapının belə 6-lıq MDF deyil, 10-luq MDF maşın kraskasından da istifadə olunub. Hər bir otaqda kondisioner xəttlərimiz var, TV xəttlərimiz var. Yəni özünə şəxsi tikili axtaran, yəni izləyicilər, yəni buyurub baxa bilərsiniz. Yəni bu ev satışda çox qalmayacaq, onu vurğulayım. Və bu evin ən gözəl xüsusiyyətlərindən biri yaşlı nəsilləri nəzərə alaraq, yəni bax bu hissəyə bir dənə yataq otağı əlavə olunub, salınıb, yəni tikintisi zamanı. İkinci mərtəbəyə düşüb qalxmaq, yəni qalxıb düşmək çətin olduğuna görə, yəni belə bir otaq, yəni burada yaradılıb. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsi 155 münazirə tam girişində. Çox münasib qiymətli, yəni evimizin yerləşmə yerinə və keyfiyyətinə görə çox gözəl qiymətli. Fikir verirsinizsə, sanitar qovşaqları da ideal şəkildə təmir olunub. Asma tavandır, çox adam lambirin vurur hamam, yəni sanitar qovşaqlarına. Burada hamısı çox gözəl işlənilib, çox gözəl əl işləri var bu evdə. İnşallah ki, real alıcılarımıza müştəri, yəni sahibi olar, yəni qismət olar. Bu hissədə kollektor sistemi yığılıb birinci mərtəbənin isti polu üçün dəyərli izləyicilərimiz. Əlavə əşyalarınızı da yığmaq olar. Vaxtınızı çox almayacağım, keçid edəcəm ikinci mərtəbəni. Tanış edeyim sizlərə, çünki ev haqqında oturub danışsaq, hər bir incəliyini gələk sizlərə təqdim edeyim. Çox gözəldir, gəlib gözlə görsəz də daha da gözəlləşər. Onu vurğulayım ki, evimiz tam Masazırın girişi birinci Araz Marketin yanında yerləşir. İkinci mərtəbənin dəhliz hissəsi. Bunların hamısı yataq otaqlarıdır. Bir tək otaq burada sanitar qovşağıdır. Sanitar qovşaqları çox ideal bir şəkildə təmir olunub. Çox gözəldir. Hindistan kafeləridir. Asma tavan da idealdır. Çox gözəl evdir, dəyərli izləyicilərimiz. Qaçırmayın bu fürsəti. Yəni bu evlərdən bir də getdi, bir ildən sonraya inşallah. Bu isə bizim ikinci mərtəbənin ilk yataq otağıdır. Fikir verirsinizsə, yerin laminatına qədər çox gözəl fikirləşilib. Hamısı bahadır. Divar kağızları da bahalıdır. Döşəmənin laminatı da bahalıdır. Çox gözəl işlər görünür əslinə qalsa. Az öncə dediyim kimi hər bir otağın TV xəttləri, internet xəttləri, hamısı kondisioner xəttlərinə qədər görürsünüzsə, hamısı çox gözəl şəkildə işlənilib. Divar kağızlarına söz ola bilməz. 155 münazirənin tam kupça paket, onu vurğulayım ki, birbaşa ipotekaya da yararlıdır, alqı-satqıya da rahat şəkildə bütün asan xidmət mərkəzlərindən fəraqədə eləmək olar. Bu isə bizim üçüncü yataq otağımız, hansı ki, ikinci mərtəbədə yerləşir. Çox gözəldir.
Qonşu divarla ara məsafəsi də idealdır. Yəni çox adam deyir yaxın məsafədir, otağın işıqlanması, fikir verirsinizsə otağın işıqlanması ideal şəkildədir. Bax, işıqları da söndürəndə, yəni otağa gün işığı təmas eləyir. Dəyərli izləyicilərimiz, sonuncu yataq otağımız, hansı ki birbaşa da eyvana çıxışı var. Yataq otaqlarımızın ölçülərini yəqin ki ekran vasitəsilə izlədiniz. Çox gözəl ölçülərə malikdir yataq otaqları. Çox gözəl də işlər görünüb. Yəni fikir verirəm bir yaxdana. Evin içində gəzirəm dəyərli izləyicilərimiz. Heç bir laminatda boşluq, şişmə, heç bir şey yoxdur. Kantlarına qədər çox gözəl vurulub, divar kağızları möhtəşəmdir. Eyvan hissəsindən sizlərə daha da yerləşmə yerini göstərim. Çox gözəl yerdə yerləşir. Bakı-Sumqayıt terasıdır, görürsünüz. Maşınlar hərəkətdədir. 4-5 evdən sonra da birinci Araz marketdir. Yəni tam yolumuzun ağzı Masazırın girişir. Sizlə razıyam, Masazırın probkasından bezənlər də var. Lakin birbaşa girişdədir. Dəyərli izləyicilərimiz 155 münazen ipotekaya yararlı 6 otaqlı həyət evimiz sahibi tərəfindən satılır. Qiymətdə endirimlər olunacaq əlbəttə ki, real alıcılarımıza. Əlaqə nömrələrimiz səhifədə və opisaniya bölməsində yerləşdirilib, yəni məlumat bölməsində 050 070 703 0030 nömrəsinə əlaqə saxlayıb evimiz haqqında məlumat ala bilərsiniz.